Salam dostlar, yenə Gəncədən Bakıya doğru yol almışam. Deməli, havalar isindiyi üçün, indi 26-dır, amma yaxın 27-28-də də qalxmışdı. Kondisionerdən istifadə edirəm uzaq yolda ki, görün bu səfər özünü necə göstərir. Gördüyünüz kimi 90-da limitləmişəm sürəti, kruz kontrolu qoşuludur. Zolağı özü tutur, aradakı məsafəni digər avtomobillə özü tənzimləyir. Təbii ki, kondisioner davamlı olaraq belə Gəncədən 22-dədir, avto rejimlə işləyir, içərisi sərindir və 50% belə deyim, şarjımız gedib, zərətqamız gedib, 253 kilometrdə məsafə qət etmişik. Bu da demək ki, onu da 2-yə vuranda bir 500 nə qədər kilometr edir. Və əsas məsələ bu elektrik avtomobillərlə bağlı odur ki, şəhərdə çox əladır, hətta 520 kilometr getməlidir deyə zavod deyir. Şəhərdə daha çox gedə bilir, amma yoxlamaq istədim ki, bəs uzaq yolda kondisionerlə necə olacaq? Belə görünür ki, belə də davam eləsək, belə deyək, 500 kilometri rahat vura bilirik. Bu da demək ki, istənilən mənzilə çata bilirik. Belə. Onu da qeyd edeyim ki, avtomobil sərnişinlərlə doludur və bagaj da olmazın yüklüdür. Həmişəkindən daha yüklüdür, amma nəticəmiz çox yaxşıdır. Beləliklə artıq Yasamaldayam və 27% hələ var. 360 kilometrdə gəlmişik. Odur ki, bugün təəccübləndirdik. Kondisionerlə bir yerdə gəldik. İşlədə və yaxşı nəticə oldu.